Bəzi oğlancıqlar var, qız görən kimi, "Oy da qız gəldi, o qızla danışdı, ay da buna da, of bunu nə eləyərəm, bunu nə belə eləyərəm." Ağızlarının suyunu axıdırlar. Yəni onu da Allah yaradıb, səni də Allah yaradıb. Onun da hissləri var. O da yeyir, içir, gəzir, əylənir, həyatını davam edir. Sən də. Fərq bundadır ki, o qarşı tərəf nümayəndəsi, yəni qadındır. Sən isə kişisən. Allah səni bu cür yaradıb. Bunu belə şişirtmək, bunu belə böyütmək, bunu belə möcüzəvi şəkil salmaq nə dərəcədə ağılsızlıq və avamlıqdır. Yəni sadəcə olaraq bəzi insanlar qız görməyib deyənə, qız bunlara hə deməyib deyənə, qadınların ünsiyyəti olmayıblar deyənə, qadınların təması olmayıblar deyənə, bu qadın bunlar üçün əl çatmaz ulduz kimi və yaxud da belə deyim də sənə, necəsə qənimət kimi və yaxud da nemət kimi olur. Allah belələrə ağıl